Bəli, mən bu mahnını Yulduz Osmanovanın ifasında eşitmişəm. Yulduz. Bu mahnını Max Faceyev Ondan da qabaq oxuyan olub onu. Bəli, Max Faceyevin bəstəsidir. Bəli. Yəni duetləri də onların, amma mahnının özü Max Faceyevə aiddir. Hə, yox, mən ifadan danışıram. Bəli. İfanı Yulduz oxumuşdu, özbək musiqisi. Mən nə bilirəm. Max Faceyevin duetdir bu. Hə, deməli mən onlar oxudular, onlardan bir həftə sonra xoşuma gəldi deyə mən onu götürdüm, oxudum. Hətta bir neçə il öncə bu kanalda da, yəni sizin qonşu verilişlərdə həmin mahnı ilə mənim çıxışım var. Özdə mahnının sözləri. Bu mahnı ilə. Hə, iminlə bu mahnını yəni girib araşdırsaz tapa da bilərsiniz. Gözün aydın, oxuyun. Mahnının sözünə bax. Pəncərənin milləri dəhdü, açıb qızıl gülləri dəhdü. Bax, belə bir sözlər. Davam eləyək. Davam eləyək. Oğlan yoldan eylər dəhdü, qızın şirin dilləri dəhdü. Bax, belə bir şey. Yəni, gözəl də çıxmışdır. Bir müddət toylarda bunu oxudum, gözəl efirdə də oxudum, toylarda da oxudum. Biraz mən deyirəm, qalmaqalıq xoşduram. Belə dedilər ki, bizim xalq mahnısının sözlərini nə günə qoyursan? Vay.